21 iyun Mehriban görüşlərdə kimlər qonaq olacaq? Adını çəkməyəcəm. Tahir Cəbrayılov ve Könül Əliyevanın canlı ifaları. Yarama məlhəm istəsəm, səndən imdad dilərsəm. Ağlasam gizlicə ağlayacağım. 9 kitab müəllifi şair Kamranın şeirləri və daha nələr. Qabaqda ləpəli sularınız var, həyat dənizində batmayın dostlar. Müğənni Könül Əliyeva hansı müğənninin səsini bəyənmir? Bir dənə qız var idi, bir məclisdə idik. Şair Kamrana hansı mükafatlar təklif olunub? Ürəyimlə, beyinlə ona fikirləşirəm, özümü yazıram axı. Gənc sənətçi Tahirin olmalı söhbətlərə fikirləri. Yerlərini dəyişir, yerlərini səhv salır. Bütün bunlar 17.10'da Mehriban'ın təqdimatında, Mehriban görüşlərdə.